Qafqaz Universitetində multikultural milli mənəvi dəyərlər və gənclik adlı ədəb-bədii tədbir keçirilib. Tədbir multikulturalizm ili çərçivəsində təşkil olunub. Dövlət ilinin səslənməsindən sonra multikulturalizm haqqında geniş məlumat verildi. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində demokratiyanın ayrılmaz hissəsi olan multikultural dəyərlər bugün dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Qafqaz Universitetinin rektoru Ahmet Saniş dedi ki, bu baxımdan Prezident İlham Əliyevin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və təbliği məqsədi ilə 2016-cı ilin multikulturalizm ili elan etməsi təsadüfi deyil. Hər çağırışda olduğu kimi dövlət başçısının multikulturalizm çağırışına da Qafqaz Universiteti ən yüksək səviyyədə qoşulub və ali təhsil ocağında 2016-cı ildə multikulturalizmlə bağlı bir neçə tədbir hazırlanıb. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova da bildirdi ki, ölkə başçısının bu ili multikulturalizm ili elan etməsi Azərbaycan xalqının tolerantlıq, dostluq, başqa millətin, fərqli dinin nümayəndəsinə hörmət xüsusiyyətlərini ümumiləşdirərək dünya ictimaiyyətinə təqdim etmək məqsədini daşıyır. Təhsil Nazirinin müavini Firudin Qurbanov da dedi ki, ölkəmizdə hər bir milli və dini qrupun nümayəndəsi rahat şəkildə yaşaya, öz adət-ənənələrini qoruyub saxlaya bilər. Gənclər və İdman Nazirinin müavini İsmail İsmailov isə diqqətə çatdırdı ki, ölkəmizdə dili, dini, milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə nümunədir. Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov da bildirdi ki, bugün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Çıxışlarda o da vurgulandı ki, Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Sonra ali təhsil ocağında fəallığı ilə fərqlənən tələbələr fəxri fərmanla mükafatlandırıldılar. Sonda Qafqaz Universitetinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Novruz bayramına əsr olunan ədəbi bədii kompozisiya nümayiş etdirildi. Novruz bayramı, onun milli atributları, bayramın özünə məxsus adət-ənənələri haqqında qısa məlumat verildi. Tələbələrin ifasında səsləndirilən Novruzla bağlı şeirlər, rəngarəng musiqi nömrələri, Kosa və Keçəlin çıxışı tədbir iştirakçılarına xoş ovqat bəxş etdi. Ramin Qurban, Sənan Cumayev, Ruslan Həsənov, xəbərlər.